Zərifə müəllimənin ad günüdür, 100 yaşasın. Müəllim peşəsi uca peşədir. Peşələrin ən zirvəsidir. Bizim hamımızı müəllimlər yetişdirib. Yəni biz nə qədər yüksəklərə qalxsaq da, müəllimlərimizdən ən azından bir pillə aşağıdayıq. Mənim bir dostum var, Arif adında, Səlyanın PMK qəsəbəsində olur. Evi çox gözəl yerdədir. Çox ürək açan yerdədir. Allah ona can sağlığı versin. Mənim qardaşımdır. Bir tərəfdə Kür çayı, bülbül oxuyur, çəmənlik. Bir tərəfdə məktəb. Məktəb ürək açan mənzərədir. Uşaqlar təhsil alır. Məktəb işləyirsə, demək gələcəyimiz var. Və molla məktəbi yox, oğlan, qız təhsil alır. Biri keçən səfər yas məclisində deyir ki, qızı niyə oxutdurursan? Deyirəm, bəs getdiyin həkim var, ha, can həkimi, Mehbarə xanım. Bəs qadın da o, sən deyirsən ki, oxumasaydı, qaçırsan Mehbarənin yanına. Nəysə, haşiyə çıxmıyor. Arif dostuma deyirəm ki, Arif, yaxşı ki, sən içən olmamısan. Ürək açan mənzərə, Kür orada, bülbüllər orada, məktəb orada, uşaqlar təhsil alır və həyətdə Ordubadlı dostlarım demişkən, ayın şahin oynayırlar. Ondan ürək açan mənzərə ola bilərmi? Onun arağını çatdırmaq olar. Zərifə müəllimə sağ ol, 100 yaşa.